Hər kəsə salam, Öznet kanalına xoş gəlmisiniz. Dostlar, bildiyiniz kimi dövlət ipotekasını əldə etmək üçün onlayn şəkildə müraciət etmək lazımdır. Amma onlayn şəkildə müraciət etməmişdən öncə kreditlərin ayrılmasını gözləmək gərəkir və əsas suallardan biri odur ki, bəs limitlər nə vaxt təqdim olunacaqdır və nə vaxtda müraciət etmək olar? Gəlin birlikdə baxaq ümumiyyətlə bu barədə rəsmi saytda nələr qeyd olunur. Əlbəttə ki, həmişə olduğu kimi videonun altında mütləq şəkildə linkləri qeyd edəcəm. Məlumata gəldikdə isə sonuncu dəfə rəsmi saytda qeyd olunan məlumat məhz mart ayının ikisinə aiddir və məlumatda qeyd olunur ki, mart ayının 5-i və müvafiq olaraq mart ayının 6-sında limitlər ayrılacaqdır və onlayn şəkildə müraciət etmək mümkün olacaqdır. Yeri gəlmişkən həmin dövr ərzində mən də cəhd eləmişdim, lakin təəssüf olsun ki, alınmamışdır və hal-hazırda müşahidə edirəm ki, bir neçə suallar qeyd olunur, şərhlərdə suallar qeyd olunur və ümumiyyətlə müzakirələr aparılır ki, bəs nə vaxt açılacaqdır limit. Məncə əsas mənbə olaraq məhz bu sayta nəzərə yetirməliyik, çünki heç kim dəqiq deyə bilməz ki, nə vaxt açılacaqdır. Lakin nəzərə alsaq ki, sonuncu dəfə mart ayının X-ində olub, mən güman edirəm ki, yaxın zamanlarda ipotekanın açılması mümkündür hər halda. Bu sayta daxil olaraq siz də onu izləyə bilərsiniz. Əlbəttə ki, məlumatda qeyd edəcəm və hər hansı bir yenilik olsa və yaxud ipoteka haqqında hər hansı bir yenilik olsa mütləq şəkildə mən də kanalda paylaşacağam. Bu qədər, kanalımıza abunə olmağını unutmayın və özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə.